Gelib çıxar. Narahat olma. Nigaran qalma. Cavandır, deyirəm, bəlkə getdiyi yeri demək istəməyib sizə. Şəfa xanım, nəsə sözlü adam oxşayırsınız. Yo, demək istəyirəm ki, yəqin istədiyi adamın yanındadır da. Ona görə gəlməyib. Şəfa xanım, bahar gələnə qədər biraz danışaq, olar? Şəfa xanım, gətirdiyiniz zinət əşyaları çox gözəldir. Zövqünüzə söz ola bilməz. Çox sağ olun, təşəkkür edirəm Sərəqət xanım. Validə xanım, deyirəm, bəlkə sonra danışarıq o barədə, nişanı pozmayaq indi. Sonra o barədə söhbət edərik. Oğlum, yaxşısan mı? Hanım, benim burada bir tanışım kalır bu evde. Necə olub bilmem. Biz ne vaxt başlayırıq ata? Başlayırıq. Hə, başlayaq. Deməli, bugün bura yığışmağımızın səbəbi hər kəsə məlumdur. Qızımız Rənanı, oğlumuz Seymura almışıq. Bu gün onların nişanıdır. Səxavət, icazənizlə üzüklərimizi taxaq. Taxaq. Bəşir, fikrimiz başqa cür olsaydı sizi boş-boşuna bura qədər gətizdirməzdik. Amma məsələ ondadır ki, üzüyü taxmaq üçün Baharı gözləməliyik. Mən bunu onsuz eləyə bilmərəm. Ne oldu? Xeyir işimdə də problem qurtarmır da. Nasıl olun? Bahar'a göre değilsin. Yox. Ona görə yox. Səxavət, sən bax, bu evin ağsaqqalı, böyüyüsən. Hər şeyi bilməlisən. Validənin evdə saxladığı qız anarın sevgilisidir. Ne? Mən də eşidəndə elə sənin kimi oldum. Bilmirəm aralarında nə olub, nə olmayıb, durub gəlib bura. Əsəbdən partlayıram. Bir ay Səxavət qardaş, bəlkə üzükləri taxaq. O vaxta kimi Bahar da gəlib çıxar. Hə, taxaq. Məncə taxaq. Səxavət nə məsləhət bilsə, elə də olsun. Mənim üçün fərqi yoxdur. Əlbəttə ki, heç ara tələsmirik, qaçmırıq. Amma belə gözəl gündə Bahar qızımızın da burada olmağı əla olur. Ceyhun, ana bəxt deyirdim bir tanışım. Deməli Ceyhun mənim ən yaxın dostumdur. Sonra Rəna nişanlanır da. O yönünü kim bilmirdim, Rəna senden bir evde kalır. Bilseydim Rəna ile nişanlanırsan. Ceyhun'u biz çox istəyirik. Ailəmizin bir üzvü kimidir. Çox alicənab, tərbiyəli, mədəni oğlandır. Ceyhun, gəl, sən də gəl. Gəl bizim məclisə sən də. Gəl bura. Heç nə day, heç nə. Yəqin Bahar'ın işi çıxır. Bəlkə də anasının qəbri üstə gedib. Üzükləri taxaq. Seymur, dayı Səxavət əmin deyirsə, taxaq üzükləri. Taxılsın. Hə, Seymur.
Xoşbəxt olun. Mən arzu eləyirəm ki, bu üzüklər barmaqlarınızdan heç vaxt çıxmaz. Amin. Necə də yaraşır. Kızım, Bahar'ın rəfiqələrine zəng elə. Belki onlar nəsə bilir. Görməmişdik eləmə. Ağır ol. Səxavət, təbrik eləyirəm. Bugünə qədər biz dost idik, qardaş idik. Bugündən oxumam.